Salam dostlar, Dahilər diyarı Şamaxıya gəlmişkən dedik Azərbaycanımızın, millətimizin dahi şairi olan Mirzə Əkbər Sabirin ev müzeyini ziyarət edək. İndi oradayıq, əgər açıq olsa sizinlə gələcəyik. Əkbər Sabirin ev müzeyi bağlıdır. Gündüzdən bazar günü idi, 15 iyuna görə normalda işini olmur. 15 iyun bazar günü düşdüyü üçün birinci gün geri işini elan olunub. Burada dahi şairimiz Mirzə Əkbər Sabirin heykəli. İnşallah növbəti səfərdə biz içərisinə girib ziyarət edə bilərik. Azərbaycanımızın hər bir şəhəri, hər bir rayonu bizə olduğu kimi Dahilər diyarı Şamaxı şəhəri də gözəl bir şəhərdir. Dostlar, Sabirin ev müzeyinə girə bilmədik, amma Şamaxı şəhərində belə bir əzəmətli məscidə rast gəldik. Öz əzəməti ilə, öz duruşu ilə Şamaxı şəhərimizə ayrıca bir gözəllik verir bu məscid. Əzəmətli məscidimizin içərisinə girəcəyik. Demək, məscidin girişində məscid haqqında məlumat var. Cuma məscididir, Şamaxı şəhərində yerləşən Cuma məscidi. Demək, Cuma məscidinin belə bir geniş bir ərazisi var. Demək, bu daş üstü abidədə Cuma məscidinin tarixi haqqında məlumat verilir. Nə qədər yeni görünsə də əslində yeni bir məscid deyil. Cuma məscidi 743-cü ildə tikilib. 1908-ci ildə ermənilər tərəfindən dağıdılıb Mars soyqırımında. 2010-2013-cü ildə İlham Əliyevin sərəncamı ilə yenidən bərpa olunub məscid. Yəni, bu məscid tam 8-ci əsrə aid olan bir məsciddir. Demək, dostlar, Cuma məscidinin belə bir içərisi var. İçərisindəki qədimlik bilinir. Böyük bir məsciddir. İçərisinə girdiyimizdə hər tərəfi tarix qoxur. Həqiqətən bəlli olur ki, çox qədim bir məsciddir. 8-ci əsrdə tikilib. Allah bütün namaz qılanların ibadətlərini qəbul eləsin. Allah göylərimizi bayraqsız və azansız eləməsin. Və bütün şəhidlərimizə də rəhmət eləsin. İstər 1918-ci ildə erməni soyqırımı ərəfəsində, istər 90-cı illərdə, istər 2020-ci ildə və ondan sonra və ondan əvvəlki illərdə vətənimiz, torpağımız, bayrağımız, dinimiz uğrunda şəhid olan bütün qardaşlarımıza Cənab-ı Allah rəhmət eləsin inşallah. Yerləri cənnət olsun. Gördüyünüz kimi Şamaxı şəhəri turistik bir şəhərdir. Dünyanın hər yerindən, Pakistandan, Avropadan turistlər gəlirlər şəhərə. Çünki Şamaxı şəhəri Azərbaycan qədim şəhərlərindən ilk paytaxtlarındandır. Və hər yeri tarix qoxur, mədəniyyət qoxur, belə deyək. Hətta dediyimiz Cuma məscidi 743-cü ildə tikilmişdi. Yəni 8-ci əsrdə, harsa 13 əsrdir ki, tikilib bu məscid.